Asan Radyo təqdim edir. Maliyyə Bazarı. Axşam bazarı yox, maliyyə bazarı açıldı. Axşamınız xeyir olsun Asan Radyo dinləyiciləri. Hər vaxtınız xeyir. Bəli, bura ölkənin ən pullu bazarıdır. Siz də yaxın gəlin, yaxşı məlumatlarımız var, özü də pulsuz. Alın, aparın və yararlanın. Elə yararlanın demişkən 100 manat qabağa düşə bilərsiniz. Çünki bir saat ərzində verilişdə səslənən hər hansısa bir məlumat sonda sizə sual kimi veriləcək və düzgün cavabı WhatsApp nömrəmizə yazan dinləyicimiz qalib olacaq. WhatsApp nömrəmizi isə indidən qeyd edin. 070 65 56 100. Amma siz uzun müddətli yüzlüklər qazanmaq üçün biznes qurmaq istəyirsinizsə, yenə də bizi diqqətlə dinləyin. Çünki bugün biznesdən danışırıq. Bu bir saat ərzində verdiyimiz faydalı məlumat yaxşı biznes qurmağa təkan verə bilər. Bunun üçün biz ölkədə bu sahənin ən yaxşı bilicilərindən biri olan biznes konsultant Sakit Səmədovu bura studiyamıza qonaq qismində dəvət etmişik və biznesə dair maraqlı, eyni zamanda da faydalı məlumatları verəcək. Biznes haqqında elə ilkin məlumatı mən deyim. Biznes köhnə ingilis dilində business sözündən olub, hərfi mənası məşğul, narahat deməkmiş. Narahat, bəli. Elə yəqin buna görədir İnara, mən bu yaşıma qədər narahat olub biznes üçün hansısa addım ata bilməmişəm. Nəsə məni çəkindirir. Nə əcəb deyəcəm. Çünki niyə? Sən Asan Radionun aparıcısısan. Yəni Asan xidmət kimi şəffaf, çox gözəl, rahat bir qurum. Sözün əsl mənasında sənin əlinin altındadır da Vinyara. Yəni mən özüm, məsələn özümdən götürürəm. Mən kiçik sahibkaram. Artıq ardasa 8 ildir ki öz işimi qurmuşam, bu fəaliyyətdəyim və ilk addımımdan tutmuş indiyə kimi yəni asan xidmətə gələrək bütün prosedurları çox asan şəkildə həllinə nail olmuşam. Yəni istər vergi xidməti olsun, istər sahibkarların hüquqları barədə hər hansısa bir məsələlər, sualların cavabları, sənədləşmə. Çox gözəl vurğuladın Rinara. Bizdə məsələn Abad da var. Bəli. Ailə biznesinə asan dəstək, biznesə başlamaq istəyən ailələrə ən yaxşı dəstək verən qurumdur deyərdim. Bütün bu hallar məni həvəsə gətirir. Həvəsə gətirir, deməli başlamaq lazımdır. Yəni ona görə həm də biz qərara gəldik ki, sənin kimi Vinyara, mən əminəm ki, nə qədər insanlar var ki, nəsə başlamaq istəyirlər, öz işlərini qurmaq istəyirlər, amma bilmirlər ki, hardan başlasınlar. Və elə bugünkü efirimizdə də bugünkü mövzumuz da buna aid etmişik. Yəni ən azı bizi dinləyənlərdən kimsə öz işini qurmaq istəyirsə, bunu bir təkan olsun da onlar üçün bir faydalı bir məlumat eşitsinlər bununla bağlı. Məsələn dünyada gör nə qədər gözəl biznes hekayələri var, təsirli hekayələr var. Məsələn adam olub ki, küçədə corab satıb, sonra corab zavodu alıb. Bəli, adam var ki, küçədə ayaqqabı boyayıb, indi ən bahalı ayaqqabı brendlərinin idxalçısıdır və s. Yəni ən əsası burada ilk addımdır. Hələ bir-birini dəstəkləyən məsələn ailə üzvləri olur ki, oturub, düşünüb bir araya gəlirlər və ailə biznesi qururlar. Yəni ümumi bacarıqlarını pula çevirirlər. Heç utanırsınız. Gedim qohum akrabadır. Bədəyaqda dadıma çatarlar. Buna görə də mən sizi öz klubuma işə götürdüm. Bizneslə bağlı maraqlı məlumatlardan biri də budur İnara. Mərkəzi Bankın məlumatına əsasən bu ilin ilk yarısında biznes kreditləri üzrə artım olub və bu artım əsasən informasiya, rabitə, kənd təsərrüfatı, nəqliyyat sahələri üzrə baş verib. Belə ki, 2025-ci ilin iyun ayının sonuna biznes portfeli 15.14 milyard manata çatıb. Rəqəmlər çox önəmlidir, çünki biz iş qurmaqdan, biznesdən danışırıq və biznesdə isə əsas məqsəd nədir? Mənfəət əldə etməkdir də. Yəni ilk olaraq nədən başlamaq lazımdır deyəndə bir ideya olmalıdır. İdeya tapmaqdan başlayır da hər şey. Daha sonra komanda toplamaq, bu da çox önəmlidir. Həmin məşğul olmaq istədiyin sahədə o bir araşdırma etmək, bazar tədqiqatı aparmaq və nəhayət xidmətləri müştəriyə keyfiyyətli şəkildə təqdim etmək. Həm də hərəkətə keçmək üçün əvvəlcədən gərək biznes plan hazırlamalısan. Bu plan layihənin məqsədlərini, nəticələrini və necə nail olmağı mütləq şəkildə izah etməlidir. Və onu da qeyd etməliyik ki, biznesin axı müxtəlif formaları var. Yəni bu fərdi sahibkarlıq var, tərəfdaşlıq var, sonra korporasiya ola bilər. Biznesi qurandan sonra onu qayda-qanunla işlətmək çox vacibdir İnara. Çünki qanuni uyğunsuzluqlar biznesin sonunu gətirə bilər. Adə, olmayıb bu tüküyü bağlayıblar, Bibi,
Sənin qardaşın oğlu o kişilərdən deyil. Mənim aptek butkamı bağlayan hələ anasından olmayıb. Mədaxil xəbər. Asan Radio'nu dinləyirsiniz. Maliyyə bazarında maraqlı və pullu xəbərləri təqdim edirik. Deməli, bu dəfə karta yox, tora yüksək məbləğ mədaxil olunub. Hindistanda kasıb bir balıqçı çox nadir bir balıq tutub. 30-35 kiloqramlıq balıq hərracda 10 milyon rupiya, yəni 191 min manata satılıb və onun həyatı gör nə gözəl dəyişib. Bir görə görürsən balıqlar arasında da, yəni pullusu pulsuzu olurmuş ha. Bu balıq da yaxşı pulu olan balıq olub, amma yenə də başqasının toruna düşür. İndi həmin o kişinin balıq tutduğu yer var ki, o sahillər, orada balıqçı izdihamı yaşanır. Hamı ora yığılıb. Necə ki bizdə çox adam iş qurmaq üçün ilk olaraq bir yaxşı xadavoy, yəni hərəkətli yerdə dönərxana açmağı düşünür. Ya da maşın yuma, altı moyka, üstü çayxana. Yəni bu da çox yayılmış biznes növlərindən biridir. Amma sən zarafat elərin, ara deyil. Amerikalı sahibkar Amol Kohli 15 yaşında ofisiant kimi fəaliyyətə başladığı məşhur Friendlies restoranlar şəbəkəsini 22 il sonra satın alıb. Hardakı o əvvəl ofisiant işləyirdi 15 yaşında. Bu da diqqət çəkən bir biznes uğuru olub. Rinara, görəsən biz son 22 ildə pula çatmaq üçün nə etmişik? Son 22 ildə, yəni ən azı pul haqqında danışmağa başlamışıq da verilişimizdə. Çox tezdə hələ. Nə xaric xəbər. Deməli, İspaniya incəsənətində külli miqdarda məxaric baş verib. Belə ki, dünyaca məşhur rəssam Pablo Picasso'nun Gitara ilə Natürmort əsəri yoxa çıxıb. Əsər Madriddən Granadaya sərgiyə aparılarkən yolda itib. Rəsmin ilkin qiyməti isə təxminən 600 min avrodur və polislər hal-hazırda onu axtarırlar. Məncə bu prosesə anaları cəlb eləmək lazımdır təcili şəkildə, çünki anidən yoxa çıxan şeyləri analar çox yaxşı tapır. Oradan düz deyirsən, özdə dəfələrlə baxdığın yerdə, axtardığın yerdə məhz anan gəlib həmin yerə baxıb oradan axtardığın şey tapacaq. Adam çırpırdı yəni. Başqa bir xəbərim də var. Amerikanın Michigan ştatından olan Valerie Williams az qala fırıldaqçıların ucubatından 1 milyon dollarından olacaqdı. O bir neçə lotereya bileti alıb və udmayıb. Amma sən demə, ikinci şansda bəxti gətiribmiş və şirkət ona zəng edib. Qadın isə düşünüb ki, bunlar fırıldaqçılardır, zəngə cavab verməsəm yaxşıdır və uzun-uzadı zənglərdən sonra cavab verir və 1 milyon dollar qazandığını öyrənir. Görürsən də Rinara, cəmaata zəng gəlir ki, gəl 1 milyonumu götür, bizə də zəng gəlir ki, pulun olar sənin, yəni budur da mövzu. Halimden gelen elədim, pulumu kim verecek? Pulumu verin! Amma əgər bizdən sizə zəng gəlsə, mütləq açın. Çünki biz sizə 100 manat qazandıra bilərik. Verilişin sonunda bizim müsabiqəmiz var. Asan Radio təqdim edir. Maliyyə bazarı. Maliyyə bazarında qonaq var. Biznesə dair qızıl qaydalardan danışmaq üçün Dəstək qrupun idarə heyətinin sədri, biznes konsultant Sakit Səmədov və Commerson Business Forum 2025-dən danışmaq üçün Credence qrupun kommersiya direktoru Rugiyə Həsənova studiyamızdadır hal-hazırda. Hər ikisi axşamınız xeyir olsun. Axşamınız xeyir. Doğma məkanda sizləri görmək xoşdur. Nə gözəl. Sağ olun. Bizə də çox xoşdur. Sakit bəy, biz bugün iş qurmaqdan, biznesdən və xüsusilə kiçik, yəni biznesdən və kiçik sahibkarlardan danışırıq və istəyirik ki, bugünkü efirimiz məhz yenicə, məsələn, biznes haqqında heç bir şey bilmir, amma iş qurmaq istəyir ki, öz işi olsun. Yəni ilk addımlarını necə atsın? Bəlkə hansısa bir qaydalar var ki, ilk vaxtdan bunları nəzərə almalıdır həmin insan. Bax, istəyərdik ki, daha çox elə həmin məsləhətlərdən başlayasınız. Əvvəla salamlayıram, təkrar təşəkkür edirəm dəvətiniz üçün. Çox xahişim ondan ibarətdir ki, hamı biznesmen olmaq istəyir, tələsməsinlər. Aha. Birincisi bu. Tələsməyin. Bütün biznesmenlər pulun içində gəzirlər və çox qazançları var, düşüncəsi də doğru bir düşüncə deyil. Ola bildiyincə nə iş görmək istədiklərini bir araşdırsınlar. Çox tələbələr var, təlimlər görürlər. Bəli. İşte səndən yaraşıqlısı yoxdur,
ən ağıllı sənsən, Bəli. ən çox pul qazanacaq sənsən, sən hər şeyi həll edəcəksən. Belə təlimləri görüb qaza gəlirlər, sonra girirlər, baxırlar ki, ən ağıllısı, ən yaraşıqlısı onlar deyilmiş. Mən tövsiyə edirəm ki, bu təlimlərdən də dinləsinlər, mən ona qarşı deyiləm, amma görəcəkləri işləri bir doğru analiz edəsinlər. Mən hər zaman bir hekayə deyirəm ki, bankda işləyən biri bizim kimi çirkin sahibkarların gəlib oradan külli bir kredit aldığını görəndə deyir ki, buna bax, bu qədər çirkin, bu qədər mənasız adam, bu qədər pul çevirir, pul gətirir. Mən də çıxıb daha yaxşısını eləyəcəm. Çıxır, iş qurur və batırır. O yüzden hər kəsin uğuru hər kəscə olacaq deyə bir məntiq deyil yəni. İşini bilən, işini sevən, hansı işi sevərək edirsə, onun arxasına gedən sahibkar ola bilər. Yoxsa sahibkarlıq məfhumdan yola çıxaraq nə iş edəcəyini düşünən varsa, o sahibkar ola bilməz. Ayrıca sahibkar çox pul qazanır məntiqi də doğru deyil. Bəzən idarəçilər sahibkardan daha çox pul qazanır. Yaxşı idarəçi ola bilsinlər. Yaxşı biznes analitik eləyə bilsinlər. Bir də ki, xarakterlər sağlam olsun, pulun özü gələcək. Yaxşı, onda bəs kiçik sərmayə ilə yaxşı biznes qurmaq nə dərəcədə realdır sizcə? Çox realdır. Sərmayəsiz də biznes qurmaq mümkündür və realdır. İndi dönəm ağıl dönəmidir və zamanı çox doğru analiz edib doğru zamanda bulunma dönəmidir. Bu hər kəs üçün keçərlidir. Sadəcə rahat pul qazanma xəstəliyində insanlar tutulmasa, misal üçün gəlir qohumun bir dənəsi deyir ki, 100 qoyun ver, 1000 dənə sənə pul qazandırım və ya ayda 10.000 manat ver, mən sənə 5% pul verim. Bu kimi işlərin içində olmaq sahibkarlıq məntiqi deyil yəni. İpin ucu səndə olan və təqib bacarığın, izləmə bacarığın olan hər işdən yaxşı pul qazana bilərsən. Ümumiyyətlə o fərqləndirməni də daha aydın izah edək. Kiçik, orta və böyük biznes. Bax, burada fərqlər yəni necə müəyyən olunur? Ölkələrdən ölkələrə fərq edir. Mikro, orta, yəni small and medium entrepreneurship deyə keçir onun adı. Yəni təxmini 300 nəfərə yaxın işçi olan, bəzən 3 milyon, bəzən 30 milyon dövriyyəsi olan işçiləri orta biznesə qədər sayıla bilir yəni. Yəni küçük və orta deyəndə insanlar çox balaca düşünür. Yəni 1-10 arası işçilər var mikrolarda, bəzən 10-50, 50-300-ə yaxın bölgülər var yəni. Mikro, kiçik və orta sahibkarlıq. Bəzən bir nəfər 300 milyonluq dövriyyə edə bilər yəni. O yüzden bunun böyüklüyü dövriyyə görə, bəzən işçi sayısına görə azalır. Bizdə çoxunluq mikro və küçük sahibkarlıq ağırlığındadır. Orta və böyük sahibkarlıq hardaysa 5% civarında. Bəs dünyada üzr istəyirəm, çox üzr istəyirəm. Dünyada küçük orta biznesin dünyada işçi sayısı 99%-ə yaxındır. Amma sərmayədə büdcəyə verdiyi katkı hardaysa 40-45%-ə yaxındır. İşçi sayısı 1-2%, 3%, 4% olan böyük firmaların ixracat rəqəmləri 50%-in üzərində bir rəqəmlər olur. Yəni o yüzden küçük orta biznes deyib küçümsəmək doğru deyil. Onların hamısı çox sağlam biznesdir. Siz bayaq dediniz ki, indi ağıl dövrüdür. Çox. Yaxşı, bəs indiki dövrdə hansı sahədə yaxşı uğurlu biznes əldə etmək olar? Yəni doğru mümkündürsə, xidmət sahəsində çox yaxşı biznes əldə etmək olar. Bununla yalnız kommunikasiya demiş olduğumuz, indi görürsünüz psixologların sayısı artıb, coachingin sayısı artıb, kosmetologların sayısı artıb. Yəni bu biznes 10 milyonluq miqyasda olmasına baxmayaraq müəyyən bir pul qazançları var yəni. Həm xidmət anlamında, həm də ki tərcih və ya yəni show dünyasına keçdiyimiz üçün onlar pul qazandırır. Amma uzun müddətli baxsaq, sənaye olaraq kənd təsərrüfatı sahəsi çox sağlam pul qazandıra bilər. Dağıtım sektoru yaxşı pul qazandıra bilər. Ticarət alsat yaxşı pul qazandıra bilər. Müştəri bazası olan yaxşı pul qazandıra bilər. Yəni çox nöqtə var. Müxtəlif sahələr var. Amma yenə siz qeyd etdiyiniz kimi gərək o sahəni ilk növbədə sevəsən. Bəli. Sevəsən, bilirsiniz, bəzən istehsalatçılar var. Bəli. Adamlar həm xammalla məşğuldurlar, həm istehsalatla məşğuldurlar və təəssüf ki, pul qazana bilmirlər. Çünki satış tərəfi zəifdir. Bəzən elə satışçılar var ki, heç bir istehsalatları yoxdur. İstehsalatçılardan çox pul qazana bilir. Bu iş show işi deyil. Bu iş müəyyən bir qazanc alanda altına maşın alıb hoppa mən bu deyil. Yəni, bu iş biraz daha sadə, yolu izləyə biləcək, biraz perspektifi ola biləcək işdir və sahibkar olan insanda da bu olmalıdır. Bəzən çox show edən adamlara ayda bunun nəyi var deyib, sabahsı günü o yoxdur bazarda, olmur bazarda yəni. O yüzden hər kəs, siz daxil,
bazardakı boşluğu görüb qazanmama ehtimalınız yoxdur. Öncəlik müştəri bazasıdır. Amma adam var ki, məsələn, işi var, 8 saatlıq iş rejimində işləyir, amma əlavə olaraq bir biznes də qurmaq istəyir. Bax, elə insanlara siz nə deyərdiniz, nə kimi məsləhətlər Onlar aşıq olmalılar. Hə, bunlar biraz dəli olmalılar. Yəni sahibkarlıqda bir də aşıqlıq, bir də dəlilik var yəni. Ümumiyyətlə zamanı özünə ayırmayan və aşıq olduğu işi müəyyən bir bütçəsi iş zamanı olmasına rağmen onunla yaşayan insanlar var. Yəni, başqa işin də zamanına girmədən onunla yaşayan insanlar var. Bu insanlar dəlidir və bunlar bu işi illa ki eləyəcək yəni. Bunlar yəni aşıq dəli dediyimiz adamlardır. Var, misal üçün xanımlar var, işləyirlər 6-ya 7-yə qədər, axşam evlərdə tortlarını edirlər və bunu satırlar yəni. Bir çox əl işləri eləyib və bunu satırlar. Və mən bir çox sahibkar bilirəm, deyirlər ki, mən artıq biznesimi qurmaq istəyirəm. Sabitdən ayrılım, yoxsa ayrılmayım qorxusu var. Çünki biz elə bir dönəmdən gəlirik ki, kiçik orta biznesdə sahibkarlığı biz öyrənirik yəni. Biz sabit maaşlarla yaşamışıq. Və o gedəndən sonra olmayacaq şimdi. Çünki o maddi qorxu bizim mətbəxdə çox böyük problem oluşur. Əsasən siz xanımsınız, kişilərdə bu problem daha çox olur. Məsəl üçün axşam uşağına alacağı pulu düşündüyü zaman bir ehtiyac, bir çörək pulu düşündüyü başqa bir şey düşünməz insan. Çünki mətbəx dərdi olanın yeni fikir üretmə ehtimalı yoxdur yəni. Biraz rahat olmalıdır. O qorxu sahibkarlıqdan geri atır insanları. Əslində orada biraz cəsarətli olmaq lazım. Riski var əlbəttə ki, amma yaxşı olarmı ki, əvvəlcə hər ikisi əlində olsun, yəni sabit işini itirməmək şərti ilə biznesə başlayasan. Dedim də onlar dəlilər. Baxasan ki, necə gedir. Bəli, onlar daha dəlilər. sonra da sabit işindən ayrılmaq olar bəlkə. Mən artıq dəli olmağımdan qorxmağa başladım. Yəni biz mentor deyirlər də, Azərbaycanda kodu çoxdur. Mən tam olaraq nə olduğunu tam anlamış deyiləm. Söz də demirəm yəni. Önəmli işlər görürlər. Mən biz ticarətlə, biz avretçilikdən gəlmişik də, yəni maraj satmışıq. Biz əlimiz nəyəsə dəyib satmışıq. Yəni belə elə demirik də, ticarətdən gəldiyimiz üçün. O yüzden dəli adamların uğur qazanmama ehtimalı yoxdur. Bir dənə problem var aşıqların və dəlilərin. Çox gönlü açıq və çox güvənirlər və inanılmaz da qazıq yeyirlər. Onu eləməsələr, yoxu bacarsalar onlar çox yaxşı pul qazanacaqlar. Bu tövsiyemi dinləyin, burada uğurlu olacaqsınız. Diqqətli müsabiqə. Və budur, maliyyə bazarının ən diqqətli hissəsinə gəldik. Müsabiqəmizin vaxtıdır. 100 manat qazana bilərsiniz. İndidən WhatsApp-da nömrəmizi hazır saxlayın. 070 65 56 100. Sualdan öncə qaydalarımızı da xatırladım. Hər bir dinləyicimiz hədiyyə qazansın deyə bildiririk ki, bir dinləyici bir ay müddətində yalnız bir dəfə qalib ola bilər. Qazanan dinləyici şəxsən özü gəlib öz hədiyyəsini götürməlidir. Başqa nömrədən yazıb təkrar həmin dinləyici qalib olursa, bax bu artıq sayılmayacaq. Sual isə belədir. Biz bayaq filmlərimizdən birindən qısa fraqment səsləndirmişdik. Orada Qaynana filmində Cənnət xala ilə qardaşı oğlu Əli danışır. Elə Əlinin öz dili ilə desək, bir budkası var idi və heç kim onu bağlaya bilməzdi. Söhbət hansı budkadan, nə budkasından gedir? Cavabı yazın. Bu bir saatda da biz diqqətli dinləyicimizi axtarırdıq. Əslində qalsa biz onu tapdıq. Amma o biraz diqqətsizlik edib telefonunu məşğul etdi. Bəli. Yəni biz dinləyicimizlə əlaqə saxlamaq istəyirik, çalışırıq. Amma bizim dinləyicimiz deyəsən vaxtından tez sevinib, başlayıb dostlarına zəng eləməyə. Ki, mən 100 manat qazandım, amma əslində qazanmadı yəni. Bəli, çox xahiş edirik, bir daha xatırlatmaq istəyirik ki, sual səslənəndən sonra siz cavabı bizim WhatsApp nömrəmizə göndərirsiniz. İlk doğru cavabı göndərən dinləyicimizlə dərhal bizim efir prodüserimiz əlaqə saxlayır. Yəni çalışın ki, sizin telefonunuz həmin vaxtda məşğul olmasın. Çünki bizdə də vaxt məhdudiyyəti var. Əlbəttə. Bura efirdir. Ona görə də biz sizi çox uzun zaman gözləyə bilmirik. Amma yəni nə olsun? Gələn həftə yenə efirdəyik də. Yenə efirdəyik. Bəli, özləri yenə ara bayaq demişdi ki, telefon bizdən zəng gələndə açın mütləq. Çünki 100 manat qazacaq. Amma siz cavabı yazırsınız, telefonu məşğul saxlayırsınız. Mən bilirdim də niyə deyirdim o sözləri. Görürsən. Bəli, görürük. Amma inşallah bir həftə sonra eşidiləcəyik. Bəli. Hələlik, sağ olun. Diqqətinizə görə təşəkkür edirik.